Salam, bu günlərim ümumi bir video çəkmək istəyirəm. Ümumi fikirlərimi paylaşmaq istəyirəm. Daha sonra ictimai həyat, ailə bu haqda olan bir videodur. Ailə həyatı haqqında öz şəxsi fikirlərimdir. Mənim fikrimə görə ailə həyatında əsas məsələ qarşılıqlı hörmət və anlayışın olmasıdır. Əgər ki, qarşılıqlı hörmət və anlayış yerinə ailədə otoriter fiqur kimdirsə, onun dediyi olacaq. Evə kim pul gətirirsə, onun istədiyi olacaq. Anlayışı hökm sürürsə, bu ailədə sadəcə olaraq, yəni evə pulu gətirənin pulu gətirdiyi müddətcə sözü dinlənər anlayışı hökm sürməkdədir. Yəni tamamilə maddi bağları istinad etmiş və mənəviyyatdan qopuq bir yaşantıdır. Bunun nəticəsi də nədir? Uşaq müəyyən bir yaşa gəldikdə, dırnaq içərisində əsasda oğlan yaşa gəldikdən sonra əlinə işini keçirdikdən, qüvvətləndikdən, öz çevrəsini oluşturduqdan sonra nə ata, nə ana zərrə miqdarda vecinə olmamağa başlayır, öz həyatını yaşayır, arada gələndə də salam verib keçir. Ki, mənim fikrimə görə indi əksəriyyətlə də bu şəkildədir. Ondan sonra həmin ata-ana orada, burada, qovum içərisində danışanda mənim uşağım mənim sözümü dinləmir, məndən artıq danışmır, başqasıyla danışır şəklində boş-boş uydurmalarla özünü təskinləşdirməyə çalışır. Halbuki başdan dinləmək yerinə sadəcə olaraq öz fikrini demiş, müəyyən bir şey soruşanda ancaq öz həyatından məsləhət verməyə çalışmış, bir məsələ anlatmağa çalışanda o məsələni dinləmək, anlamaq yerinə öz həyatından nümunələrlə hadisəni keçirtməyə və yaxud da keçişdirməyə çalışmışdır. Oxuduğum bir kitab var idi, Stephen Covey, Etkili İnsanların 7 Alışkanlığı. O, oxuya bilərsiniz o kitabı. Orada bir ata ilə uşağın diyalogu keçirdi. Dialogda keçir ki, uşaq gəlir ataya deyir ki, ata deyir, mən məktəbi buraxmaq istəyirəm. Deyir, qardaşım, yəni Amerikan kitabında Joe deyir, məktəbi buraxdı, indi maşın təmirçisidir, yaxşı pul qazanır, ailəsinin nizamında qurub. Deyir, mən də onun kimi maşın təmirçisi olacam. Və yəni uşaq ailəsinin imkanları da yerindədir, həmin Stefanın. Uşaq çox önəmli bir liseydə oxuyur, yəni və universitetə hazırlaşma ərəfəsindədir. Atası da etiraz edir. Yəni buna etiraz edir ki, Stefan öz başından keçən hadisəni anladır ki, deyir, elə şey olar, deyir, bu qədər pul tökdük, bu qədər sənin üçün xərc elədik, bu qədər ailəndən bu vaxtlara gəlməyin üçün, yetişməyin üçün bu qədər çaba hardadır. Yəni həyatından bir şeyləri anladır ki, ikna eləsin. O da qayıdır, deyir ki, yox da, deyir, yəni mən deyir, baxıram, deyir, həyatını qurub da. Yəni burada məsələn Stefan bunu anladır və bu hadisəni bir neçə dəfə söhbət başından keçib də öz tepkilərini və oğlunun tepkilərini analiz edir. Ki, yəni burada hansı fikirlər gəlir ortada. Çünki məsələn, oğlu bir şey anladır. Deyir, məsələn, məktəb oxumaq deyir, mallara görədir, inəklərə görədir, mənə görə deyil. Və yəni ona alternativ bir şey anladır ki, mən həyatımda belədir, belə oldu, belə elədim. Öz həyatından bir şey anladır, oğlunu anlamağa çalışmır. Orada məsələn, Stefan analizli bir düşüncə tərzini ortaya qoyur ki, məsələn, oğlun deyir ki, məktəb inək adamlara görə bir şeydir, onun üçün də oxumağa ehtiyac yoxdur. Deyir, burada qayıdıb soruşursan ki, məsələn, deyir, ilk mərtə ən azından deyir, onu anladığını göstərə bilərsən. Deyə bilərsən ki, məsələn, sən düşünürsən ki, məktəb yəni inək adamlara görədir. Yəni, belə bir cavab verə bilərsən, sadəcə onun anladığını göstərsən. Sonrasında da oğlunun cavabını qeyd edir. Deyir, məsələn, hədə ata ilə düşünürəm, doyun görmürsən, yəni maşın təmirçisi olaraq işləyir, yaxşı da pul qazanır və həyatını yaxşı qurur. Sonrasında deyir,
Stefan yenə deyir, analizdə düşüncə ilə qarşıdayan anlamaya çalışırsın öz fikrini. Yəni, bizim dildə nə deyir? Dokazat eləmək, başa vurmaq. Bizim dildə deyil, dokazat da Ruscada, amma bizim doğru dildə çox işlənir də. Yəni, qarşıdayına öz fikri başa vurmaq. Deyir, öz fikri anlatmadan anlayla bilir. Əslində nədir tema? Dinləməyə çalış, analiz etməyə çalış. Yəni, inisiyativ al, məsuliyyət al. Qayıdır, sonrasında yenə soruşur ki, yəni analizdə düşüncə tərzi necədir, onu qeyd edir burada. Deyir, yəni, oğluna təzədən yenə soruşur ki, deyir, yəni, onun maşın təmirçisi olaraq yaxşı bir iş gördüyünü və oxumayaraq yaxşı bir iş gördüyünü mü düşünürsən? Və yenə analizli bir sualdır. Onda deyir, qayıdıb cavabını qeyd edir. Deyir, əslində, o maşın təmirçisi olaraq yaxşı bir iş görməyib, çünki oxumayıb. Bu da yaxşı bir şey deyil, yəni, onun adından. İndi yaxşı pul qazansa da təhsil həyatı olmadığına görə ilərdə yaşlananda çox əziyyət çəkəcək. Yəni, bu oğlunun cavabıdır, yəni. Sən başına vurduğun cavab deyil, yəni. Bundan sonra deyir, məsələn, yenə bunu soruşandan sonra yenə deyirsən, görürsən ki, oğlun həqiqəti etiraf etməyə başlayır. Sən də onu dinləyirsən, yəni. Öz fikrini anlatmağa çalışmırsan və qayıdıb yenə soruşsan. Və deyir, onda problem tam olaraq nə ola bilər? O da uşaq da onda qayıdıb cavab verir ki, deyir, məsələn, əslində deyir, məndə deyir, 2 dənə fəndədir problem. Riyaziyyatımda deyir, biraz zəiflik var. Yəni, bizim dilə uyğun şəkildə desəm ki, fən olaraq deyir də, yəni riyaziyyatımda biraz da zəiflik var, müəyyən bölmələrdə əskik qalmışam. Və yəni Azərbaycan dilində də müəyyən bölmələrdə əskik qalmışam, amma axşam kurslarına getsəm, bunu bağlaya bilərəm deyə düşünürəm. Yenə oğlu öz fikrini açmağa başlayır da ki, yəni bu necədir, tam olaraq necə ola bilər. Deyirsən, yenə, məsələn, əgər ki, arada deyir, kesid edib, yenə özünü fikir verən konumda görsən, belə-belə kurslara gedə bilərsən, belə-belə yerlərə gedə bilərsən, yenə geri çəkiləcək. Yəni, sənin burada konumun nədir əslində? Konumun sadəcə dinləyib onun fikirlərini analiz etməkdir. Yəni, öz otoritəni, öz baskınlığını ortaya qoymamaqdır. Yenə qayıdıb soruşursan ki, yəni, deməli, sən fikirləşirsən ki, əgər axşam kurslarına getsən, bu 2 fəndən olan əski işlərini bağlayacaqsan və normal hazırlaşma proseduruna davam edəcəksən. Oğlu da qayıdıb deyir ki, əslində deyir, futbol komandasında məktəbdə kapitanlıq edirəm, amma deyir, onlarla danışıb bir müddətliyinə yeni bir kapitan tapmaqlarına və bu surətlə də bu kursaya əski işlərimi tamamlayıb, bu 2 fəndə əski işlərimi tamamlayıb imtahanı da verə bilərəm. Yəni, uşaq qayıdıb atasına soruşur ki, bu səfər hər halda deyir, bu əski işlərimin olduğunu anama deməzsən də, yəqin ki, öz aramızda kursa gedib əldə edərik. Atası da qayıdıb deyir ki, yenə sadəcə analiz edir və yəni, əsl problemi anladır. Uşaq ki, əsl problem nədir? Məsələn, anasının müəyyən fənlərdə əskikliyin olmasını öyrənməsi. Uşaq öyrənməyini istəmir məsələn bu. Və yaxud da futbol komandasının kapitanıdır və bu kapitanlığın əlindən getməsini istəmir. Amma məsələn, qarşısında onu analiz edən, onun fikirlərini hörmət edən bir ata olanda əsl həqiqət nədir? Onu ifadə eləməyə başlayır. Amma ancaq öz fikrini anlatmağa çalışan, ancaq öz fikrini, öz otoritetini ortaya qoymaya çalışan bir olanda qarşısında o geri qapanır. Və bəlkə də onun üçün bir çox həyatda istiqamətlər dəyişə bilər. Balaca bir anlayışsızlıq, balaca bir analiz problemindən dolayı həyatın istiqaməti də dəyişə bilər. Və yəni ondan sonra da o həmin oğlu atasının əslində istədiyi, amma ki əslində oğlunun da istədiyi istiqamətli həyatını davam elətdirir. Yəni bu balaca bir nümunədir. Məsələn, Türkiyədə tibbə girmək çətindir. Yəni bizdə də çətindir, 600 yuxarı ballıdır. Amma məsələn, Türkiyədə daha çətindir. İlk 10 minlər, 15 minlərdir yəni. Keçən deyəsən 17 min falan olmuşdur. Yəni tibba qəbul. Yəni Türkiyədə 2 milyon uşaq gedir yəni həmin imtahanlara. Və yəni bu periyodda
o 10 mini, 15 mini tutturan uşaqlarda yani daha çox ailələri şey eləyir ki, üstünə düşür ki, sən tibbiyat, tibbiyat, tibbiyat. Bizdə də məsələn 4-cü qrupa verən uşaq, məsələn 600 balı yoxsa, yəni çətin olar ki, gedib biologiya müəllimliyini oxuya, yəni anası, atası şey deyir, tibbiyat, tibbiyat, tibbiyat. Yəni bu əslində doğru bir anlayış deyildir müəyyən səviyyədə. Çünki sonrasında ortaya çıxartdığım mənfi reaksiyaları da ola bilər. Amma ki, yəni ailə bunu nə qədər düşünür? Ailə bunu düşünmür. Ailə nəyi düşünür? Mənim oğlum tibbdə oxuyur. Mənim oğlum həkim olacaq. Amma yəni belə düşündüyünü həmin ailəyə desən, ana-ataya desən, nə əlaqəsi var? Biz sənin həkim olmağından biz nə fayda görəcəyik? Onsuz da bizim həyatımızda nə qədər qalıb ki, filan kimi üst pərdədən ifadələrlə heç də düşünmədiyini zənn edərək orada öz mənfəətini, özünü suyun içərisindən çıxartma çabalardır. Öz otoritəsini ortaya qoyma çabalardır. Amma məsələn, elə bir ailə, hər hansı bir qohum ortamı filan çıxsa, bizim uşaqda tibbdə oxuyur filan. Öz şeyini ortaya qoyar həmən. Öz ənaniyyətini, egosunu tatmin edir, öz narsizmini tatmin edir. Amma narsizmdə də belə bir xüsusiyyət var ki, istəyən araşdıra və psikologiyada. Narsist adam narsist olduğunu heç vaxt qəbul etməz. Və yaxud da hər hansı bir narsist xüsusiyyətə sahib olan adam o xüsusiyyətin onda olduğunu heç vaxt qəbul etməz. Çünki yəni qəbul etsə, onsuz da narsizm olmaz. İçində belə bir paradoks yanı var yəni. Mən bu günlərim deyəcəklərim bu qədərdir. Yəni, onsuz bu kanalda da demişdim ki, bəzən həyatdan təcrübələrimi filan paylaşıram, edirəm. Bu da həyatdan öyrəndiyim bəzi şeylərdir. İnşallah faydalı olmuşdur ki, yəni başqaları da istifadə edər, öz həyatından müəyyən şeylər görə edər. Belə, o qədər. Sağ olun.